Cənab Prezident İlham Əliyev tərəfindən 2015-ci ildə imzalanan aqrar sahənin inkişafı və aqroparkların yaradılması ilə bağlı sərəncamlar ölkədə kənd təsərrüfatının inkişafına yeni təkan verdi. Həmin sənədlərdə müasir kənd təsərrüfatı komplekslərinin yaradılması, torpaq sahələrinin səmərəli istifadəsi, meliorasiya tədbirlərinin genişləndirilməsi və regionlarda məşğulluğun artırılması əsas hədəflər kimi müəyyən olunmuşdur. Aqroparkların yaradılması qeyri-neft sektorunun inkişafı, ixrac potensialının artırılması və kənd təsərrüfatında müasir texnologiyaların tətbiqi baxımından mühüm əhəmiyyət daşıyırdı. Bu istiqamətdə həyata keçirilən mühüm layihələrdən biri də 2016-cı ildə təməli qoyulan Salyan Aqroparkıdır. Fəaliyyət göstərdiyi müddət ərzində aqropark rayonun aqrar inkişafına mühüm töhfələr verir və bir sıra uğurlu layihələr icra olunur. Ərazidə müasir inzibati və istehsalat binaları tikilərək istifadəyə verilib, kənd təsərrüfatının inkişafı üçün geniş infrastruktur formalaşdırılır. Salyan Aqroparkında rayon sakinlərinin məşğulluğunun təmin olunması istiqamətində də mühüm addımlar atılır. Burada yüzlərlə insan daimi və mövsüm işlə təmin olunub ki, bu da bölgədə işsizlik probleminin azalmasına ciddi təsir göstərir. Müasir texnikalar və innovativ yanaşmalar hesabına məhsuldarlıq artırılıb, istifadəsiz qalan torpaqlar əkinə yararlı vəziyyətə gətirilib. Layihə çərçivəsində geniş meliorasiya və suvarma işləri də həyata keçirilib. Belə ki, 1700 kilometrdən çox uzunluqda şor kollektorlar qazılıb, əraziyə 650 kilometrdən çox şirin su kanalları çəkilib. Şor suların ərazilərdən çıxarılması üçün Milmuğan kollektoruna 2 yerdə nasosxana tikilib və həmin görülən işlər nəticəsində 5000 hektar sahədə meliorasiya işləri aparılaraq torpaqlar əkinə yararlı vəziyyətə gətirilib. Bu isə ölkədə kənd təsərrüfatı istehsalının genişlənməsinə və məhsuldarlığın artmasına şərait yaradır. Bugün Salyanın Aqroparkı regionun ən mühüm aqrar layihələrindən biri hesab olunur. Burada həyata keçirilən işlər həm kənd təsərrüfatının inkişafına, həm də rayonun sosial-iqtisadi yüksəlişinə mühüm töhfələr verir.